Bu, gənc futbolçumuz Nəriman Axundzadənin Columbus Crew karyerası barədə bilməli olduğunuz hər şeyin ən qısa və dəqiq xülasəsidir. Bilirsiniz, onun Qarabağdan qopub Amerikanın o sərt, intensiv MLS liqasına gəlişi sadəcə sıradan bir transfer deyil. Əslində, çox böyük və uzun müddətli bir layihənin başlanğıcıdır. Birincisi, gəlin bu ehtiyatlı adaptasiya prosesinə baxaq. Nəriman indiyədək liqada 6 oyunda cəmi 31 dəqiqə meydanda olub, amma kubok maçında start heyətində çıxıb komandanı 4-1 finala daşımağı bacardı. Baş məşqçi onun bu universal potensialına güvənir, amma necə deyərlər, qətiyyən tələsdirmir. Bəs rəhbərlik niyə belə səbirlidir? İkincisi, çünki klubun indiki vəziyyəti əslində Nərimanın tam xeyrinə işləyir. Columbus Crew cədvəldə 13-cüdür. Yəni, komanda özü də hazırda bir növ yenidən qurma mərhələsindədir. Bu, Nərimana həm öz daxili potensialını açmağa, həm də azərkeşlərlə xüsusi bir bağ qurmağa çox böyük kömək edir.